bir qatarıq, rayımız var da, düzdür. Qatar raydan çıxsa da bəlkə nə tərsə gedər. Bəlkə. Amma bir də var ki, biz raya düşürük. Yenə gedirik, yenə problem çıxır qarşımıza. Amma baxırıq ki, aha, problem çıxdı. Necə yanaşım buna? Nə edim bununla? Yəni fərqində olmaq o demək deyil ki, bizim həyatımız super gedəcək, orada problem yoxdur, biz hər şeyi bilirik. Yox, sadəcə odur ki, biz baxırıq. Daha belə ən azından bəzən də səhv edib sonrasında oturub fikirləşirik ki, orada belə bir şey elədim. Görürsən niyə elədim məsələn? Fikirləşib tapırsınız, növbət dəfə təkrarlamırsınız. Aydın, amma bilməyəndə üst-üstə ona döngü deyirlər də, məsələn, spirituallıqda döngü deyirlər, psixologiyada da eyni şeydir. Yəni başa düşmədikcə zehnimizdə belə fikirləşin ki, strukturlar var. Mən onu dəyişdirməyə meylli olmadıqca, məsələn deyirsiniz, ailədən gəlir, genlərdən gəlir. Tamam, mənə bu verildi ki, tutaq ki, mən əsəbi bir adamam. Mən elə dəqiqədə bir hamının üstə qışqırıram. Məsələn, ailədə belə görmüşəm ki, ünsiyyət belə qurulur.